İli yazılmayıb. Səbuhi studiyası, yəqin ki, bu logo sizə tanışdır. Və burada mahnılar sərxoş sənin üçün, gələcəyəm ən məşhur mahnılarından. Qəribədir deyilmi? Bu hansı mahnısıdır düzü bilmirəm. Vals ad günü, yoruldum, onu da bilmirəm. Tanışdırma məni. Hə, bu tanışdır. Və burada Hüseyn Dəryanın da bir kaseti var idi. Heyif ki, tapa bilmirəm. Amma tapacam onu da. Bu isə Masum Kırmızıgüldür. Hər birinizi yeni bir videodan salamlayıram. Deməli, Sovet dövründən qalma, baxın burada oxunur yəqin ki, Made in USSR. SSR dövründə istehsal olunmuş, burasını da görə oxuya bilirikmi? Yaxınlaşdırım. Elektronika 302 markalı maqnitofon, istehsal ili 1985-ci il, qiyməti 144 rubl 0 qəpik. Burada seriya nömrəsi də var. 1985 11-ci aydır böyük ehtimal bu da, elə indiki aydır. Tam-tamına 40 il. Məndən də yaşda böyük olan bir maqnitofon, uzun illər bu işləyib problemsiz. Bu elektronika 302 həmin dövrdə fərqli rənglərdə biraz kiçik dizayn fərqləri ilə istehsal olunub, ancaq mexanizm, ümumi sistem eynidir. Mahnı çox ağır tempdə, yəni normadan aşağı formada, boğuq formada çıxırsa mahnının səsi, demək ki, gördüyünüz bu rezin boşalıb. Bunu ilk açanda açığı içərisi çox çirkli idi. Bu hissədə buradan bir calaq vurulmuşdu buna. Mən söküb bunu birbaşa içəridə lehimlədim. Bu hissədən çox bu şəkildə burulmuşdu və calaq artıq birləşməyə doğru gedirdi. Birbaşa içəridən lehimlədik. Ondan sonra çirki təmizlədik. İçərisində toz yığılıb bərkimiş bir vəziyyətə çatmışdı. Çox həddindən artıq çirkli idi. İllərin çirki vardı üzərində. Və təmizlədik hər bir şey, ancaq mahnı boğuq formada gəlirdi. Mahnı çox pis şəkildə gəlirdi. Və baxdım ki, bu hissədəki gördüyünüz bu rezin biraz boş kimi dəydi gözümə. Başqa ağlıma bir şey gəlmədi. Bildiyimiz pul rezini dediyimiz. Bunu taxdım və heç nə dəyişmədi. İkisini yoxlayanda baxdıq ki, bu daha yumuşaqdır. Bu isə biraz sərtdir. Və sonunda nə etdim? Başqa bir çıxış yolu tapmadım. Bir yol tapdım. Yaxından sizə də göstərirəm. Baxın. Bu şəkildə nazik simlə bunu biraz qısaltdım. Nazik simlə qısaltdım və bir müddətdə istifadə elədim. Açığı fikirləşirdim ki, ilişər, amma ilişmədi. Gəlin bir yerdə nəticəyə baxaq. Bu sökülmüş formada olsa da içərisində kaset var. Mən tez-tez yoxluyordum. Tokada birləşdirilidir. Ehtiyatla işə salıram. Onu da qeyd edim ki, kaseti irəli və geri yığanda da yığmırdı. Yəni 1-2 saniyə yığıb dayanırdı. İndi yığıram. Baxın, kaseti yığırıq. İrəli yığdıq. Geri yığdıq. Yeni il qabağı, yeni ilə aid bir mahnı. Yəqin ki, oxuyanı da tanıdınız. Məlum sənətkarımız Məhəmməd Bahar Barzadə idi bu.
Və burada bizim digər kasetlərimiz də var. Deməli, Megapop 98. Burada oxuyanların adları var. İbrahim Erkal, İbrahim Tatlıses, Muazzez Ersoy, Ebru Gündeş. Türk seçmədir bu. Sonra Xumar Qədimova, Qəribədir deyilmi? İli yazılmayıb, Səbuhi studiyası, yəqin ki, bu logo sizə tanışdır. Və burada mahnılar, Sərxoş sənin üçün, Gələcəyəm ən məşhur mahnılarından. Qəribədir deyilmi? Bu hansı mahnısıdır, düzü bilmirəm. Vals ad günü, yoruldum, onu da bilmirəm. Tanışdırma məni. Bu tanışdır. Və burada Hüseyn Dəryanın da bir kaseti var idi. Heyif ki, tapa bilmirəm. Amma tapacam onda. Bu isə Masum Qırmızıgüldür. 99. Bunu hal-hazırda çevireyim. İçərisindəki çirki bu hissədə, bu kaset qoyulan hissədəki çirki təmizləməmişəm. Açığı düzəlmirdi deyə çox da həvəsində deyildim təmizləməyin. Fikirləşirdim ki, bunun özə detalları çox çətin tapılır. Məlum məsələ ki, artıq gör neçə ildir istehsal olunmur və hər hansısa detalı tapmaq qəliz məsələdir. Bunu ancaq hansısa usta, yəni nəsə düz qoş eləyə bilər, nəsə əvəzləyə bilər. Bunun üçün də yüksək bir bilik lazımdır o sahədə. Ancaq bunu yaxşı tapdım. Həqiqətən inanmazdım ki, bunu bu qədər asan və rahat formada həll edə biləm. Və belə, gəlin yığaq. Ondan sonra bu gözəl cihazın ön tərəfində sizə göstərəcəm. Təmizlədik. Qırx ilin çirki var burada. Tərtəmiz elədik. Bu çubuqların köməyi ilə o zamanlar qalovka dediyimiz bu hissəni təmizləyəcəyik. Spirt tapanmadım. Marko ilə. Bir həftəyə yaxın istifadə edəndən sonra gördüyünüz bax bu qısaltdığımız kəmər qırıldı. Bilməm burada nə dərəcədə yaxından görünür. Baxın, çat-çatdı. Baxın bu formada. Buna görə həm genişlənib,
həm də artıq biraz güc düşən kimi, biraz sıxan kimi bu qırıldı. Qırılan kimi mən AliExpress-dən sifariş verdim. Təsəvvür edin 35 dənə içərisində müxtəlif ölçülü bu rezinlərdən var və yazıldığına görə açıqlamasında bu tip cihazlara gedir. İndi açaq görək bu ölçü, bu artıq qırıldığına görə hansı ölçüdə olduğunu bilmirik. Hansı ölçüdə oxusa normal. Demək ki, həmin ölçüdədir. Həm də ölçünü də bilmiş olacaq. Baxaq. Burada baxın. Görün nə qədərdir burada. Yoxlayaq. Möhkəmdir. Ölçü qalınlıq eynidir, ancaq diametri hansıdır onu dərk bilmir. Gəlin açaq. Sadə bir rezindən də yoxlamışdım, üzərində də qalıb, amma bu çox elastik olduğu üçün normal işləmədi. İndi gəlin, yoxlayaq. Görək hansı buna uyğundur. Bu biraz uyğun görünür. Ölçüsünə də baxaq. Baxaq görək. İki saata yaxın çalışandan sonra bu gördüyünüz birinci mahnı mənə biraz qəribə gəldi. Burada mahnı ilə əyani sizə göstərə bilmirəm. Müəllif hüquqlarına görə kanala hər hansı bir cəza şikayət gələ bilər. Amma izah edirəm. Deməli, gördüyünüz bu rezinlər, burada 35 ədəd müxtəlif ölçülü rezinlər var. Üzərində ölçü aralığı da yazılmışdı. 45 mm-dən buradadır. Baxın, 45 mm-dən 40 mm-dən 135 mm-ə qədər. Burada ölçülər var idi. Elə və mən birincini birləşdirib yoxlayanda açığım mahnı mənə biraz qəribə gəldi. Bir balaca da ləngimə var idi. Və ondan sonra ölçünü axtardıq və məlum oldu ki, məhz bu modeldə, Elektronika 302 modelində həmin motor kəmərinin ölçüsü 11,5 cm-dir. Bunlardan biri xəttkeşlə ölçdük. 11,5 cm.
Və onu qoyduqdan sonra yenə bir arıza var idi və gördüyünüz bu hissədə buradan vintaçanla mahnının sürətini tənzimləmək olur. Bəli, bu formada normal tempdə mahnı oxuyur. Bu kəmər qırılanda mən bunu bir neçə yerdən soruşdum, axtardım və tapa bilmədim, ustalardan soruşdum və dedilər ki, onu axtarmağa dəyməz, çətinliklə taparsan, ümumiyyətcə tapmağın da çox az ehtimaldır. Amma AliExpress-dən bir ədəd yox, 35 ədədini cəmi 2 manata aldıq və bundan da 40 illik bir cihazı yenidən işlətdik. Bugünlük bu qədər. Kanalımıza mütləq abunə olun. Kanalımızda bu tip maraqlı videolar həddindən artıq çoxdur. Abunə olub bildirişləri açın ki, vaxtında məlumatınız olsun və izləyib faydalanasınız.